Amma prezidentin iqamətgahına silahlı hücum edilib və ölən var. Söhbət təbii ki, Amerika prezidenti Donald Trumpdan gedir və bu barədə xəbəri sizinlə bölüşmək istəyirəm. Amerika Məxfi Xidmətinin bazar günü verdiyi məlumata görə silahlı şəxs prezident Donald Trumpın Floridadakı Mar-a-Lago iqamətgahına daxil olmağa çalışarkən güllələnərək öldürülüb. Musavat.com AP agentliyinə istinadən xəbər verir ki, hadisə 22 fevralda saat təxminən 1:30-da baş verib. Agentlik bildirir ki, Trump həftə sonlarını tez-tez iqamətgahında keçirsə də, hadisə baş verən zaman Ağ Evdə olub. Birinci xanım Melania Trump da şənbə axşamı Ağ Evdə prezidentlə birlikdə olub. Məxfi xidmətin məlumatına görə hücum edən şəxs Mar-a-Lago kompleksinin şimal qapısı yaxınlığında ov tüfəngi və yanacaq bidonuna bənzər əşya ilə müşahidə olunub. Onun 20 yaşında olduğu deyilir, amma şəxsiyyəti isə açıqlanmayıb. Hadisəyə cavab olaraq Amerika Məxfi Xidmətinin agentləri və şerif müavini onunla əlaqə saxlayıb, lakin qarşıdurma yaranıb və hüquq mühafizə əməkdaşları atəş açıb, xidmətin zabitləri arasında xəsarət alan olmayıb. Düşünün, bu qədər mühafizə olunan bir iqamətgaha 20 yaşındakı bir gənc ov tüfəngi və yanacaq bidonuna bənzər bir əşya ilə daxil olmağa cəhd göstərirsə, bu həqiqətən də bu mühafizə işinin çox pis təşkil olunduğunu göstərən məqamlardır. Amma maraqlıdır ki, həmin gün elə birinci xanım Melania Trump da Ağ Evdə prezidentlə birlikdə olub. Yəni ailə orada olub və bu gənc də 20 yaşlı gənc də bundan xəbərdar olub böyük ehtimalla.